Salam, YouTube, Instagram və TikTok hesablarımı takip edib videonu bəyənməyi unutmayın. 2024-cü ildə 3-cü zonada 9-cu siniflərə buraxılışa salınmış sualın izahına baxaq. Nəzrin öz puluna 7 dəftər və 3 karandaş alır. Ya da 5 dəftər, 7 karandaş alır. Dəftərin qiyməti karandaşın qiymətindən nə qədər, neçə dəfə, daha doğrusu çoxdur. Dəftərin qiymətini x götürək, onda 7 dəftərə 7x qədər pul ödəyəcək. Karandaşın qiymətini y götürək, onda 3 karandaş 3y qiymətə alınıb. 5 dəftər o zaman olacaq 5x qiymətə, 7 karandaş da 7y qiymətə alınacaq. Bunları bir-birinə bərabərləşdirəcəyik və gəlin x-lar bir tərəfə, ədədlər bir tərəfə keçsin. 7y çıxılsın 3y, 2x bərabər 4y, x da bərabər 2y, hər tərəfi 2-yə böldüm. Yəni cavab 2 dəfə A variantı olacaq.